ən çox problemlərdən danışırsınız. Bu məsələ adətən gedir xəyanət üzərinə çatır da. Yəni kişi ona xəyanət edir Xəyanətə falan da. uğramaq da var. Bu məsələ onu qəbullana bilər sizcə? Xəyanətə uğramaq da var Turalba. Xəyanətə uğrayacağından qorxu hissini yaşamaq da var. Məsələn, məncə belə bir məsələ var da. Xanım var ki, ailəsini qorumaq naminə müəyyən proseslərin şahidi olur, yenə müəyyən mübarizə aparır, amma ailəni qoruyur, saxlayır, o xəyanətlərin qarşısını bilir. Necəsə onun qabağını alır, qəbullana bilməz. Mümkün deyil, mən inanmıram ki, qadın onu qəbullansın. Qəbullanmayacaqlar. Sadəcə bir obrazı qəbul eləyir ki, bir formatı belə düşünürəm ki, ailəmi qoruyum və nəticədə belə deyək də müsbət nəyəsə nail ola bilir. Amma bəzən də olur ki, yox, qısa, xırda, adi detal məsələlər olur ki, ona görə ailələrdə dağılır. Amma indi daha çoxdur. Fikir verirsiniz, boşananmalar, bəlkə də dağılan ailələr. Mən demirəm hamısının günahı kişilərdədir və ya da hamısı qadındadır. Amma bunun zərərini o ailələrdə uşaqlar olanda ən çox onlar çəkir də. Razısınız məndən? Bəli, mən o qəbullanmaq məsələsini elə xəyanətə uğramaq da əslində qarşı tərəfdə bunu hər dəfə görür. Və bunu görməzdən gələn xanımlarımız da var, razılaşaq. Bəli, onu demək qarşı istəyirəm. tərəfə bildirmir, amma bunu bilir, özün də bilir. O da ona travma verir, bəli, amma ağır. Təbii ki. Yəni bunu bildirərək də bəlkə də aşkar yana açmağının, açılmasının, bu söhbətinin bəyan olunmasını özünü aşağılanmış hiss edəcək deyə susur. Evdə hər şey yaxşıdır deyə bir tablo yaradır. Öz ailəsi üçün, övladları üçün. Bu artıq fədakar qadın və fədakar ana obrazıdır. Bunlar da var cəmiyyətdə, az deyil. Amma indi belə bir məsələ də var da, sözünüzü kəsirəm. Tutaq ki, xanım baxır ki, mən dağılsa ailə, mən bayaq gəldiyi məsələ özünün karyerası falan, təhsil olmalıdır, çox vacibdir xanımlarda, bu birinci məsələ. Kişidən asılıdır da həyat yoldaşından. Ayrıldı, bu iqtisadi çətinlik çəkəcək. Bu məsələlər də hardasa rol oynayır məncə. Ailənin dağılıb və dağılmamasına. Əgər qadının müstəqil qərar verə bilmə və müəyyən artıq düşünür ki, mən onu eləyə biləcəm, o da ona güc verir ki, iqtisadi tərəfləri də var. Bəlkə də biraz müzakirəli məsələdir. Bəli, bəli. Bu tərəflərdən də var. İqtisadi tərəflərdən əziyyət çəkəcəm deyə bunu susur, bəli, babası. Bəli, susaraq görməzdən gəlib həyatını davam edənlər də var və bəzən insanlar da xeyr, mən ayrılsam da daha güclüyəm deyə, daha da bundan da gözəl həyat yaşayacağam deyib böyük bir yanlışlığın içinə gedənlər də var. Bəli, o da var. Bu da var. Çünki bu çox həssas bir məsələdir və xəyanət elə bir məsələdir ki, burada kiməsə bağışla və bağışlamalısan demək olmur. Əlbəttə ki. Gördüyün bir şeyi görməzdən gəl də demək olmur. Çünki qadınların daşıya biləcəyi yük deyil, bu çox ağırdır. Yəni istənilən bir qadın üçün daşınacaq məsələ deyil. Amma məsələnin başqa bir tərəfi, ailədə birinci baxın elə münaqişə yaşanırsa, mən hər zaman deyirəm ki, təcavüz və şiddət fiziki cəhətdən olmur. Orada söz şiddəti və söz təcavüzü bəzən fiziki təcavüzdən də güclüdür. Və hər gün bunlarla uğraşan, bunları görən, bunlarla böyüyən, yatan, oyanan övladların təbii ki, birbaşa psixikası tamamilə darmadağın olur. Nə qədər onlar özünü güclü göstərməyə çalışsalar da, bəzən bilirsiniz, psixologiyada hipoxondriya deyilən bir xəstəliklər var. Uşaqlar onları daha çox bir də qadınlar istifadə edirlər. Evdə hər gün saata baxırlar. Məsələn, axşam saatıdır, ata gələcək, yeni anana bir şiddət uyğulayacaq. Nə edim ki, bunlar yaşanmasın deyə özlərini bayılmalar və ürəyə getmə səhnələri quran övladlar var. Ki, mən bunu edim, atam mənə acısın və evdə dava olmasın. Və bununla paralel bunu edən qadınlar da var. Yəni özümdən getməsi, çünki qorxur. Burada böyük bir qorxu var. Həyat yoldaşı gələcək. Yenə də təbii ki, burada müəyyən bir asılılıqdan əziyyət çəkən ola bilər, psixi xəstə ola bilər. Təbii ki, böyük bir stres, gərginlik daşıyan insan ola bilər. Bu insan bunu etməsin deyə artıq özündən getmə, ürəyi getmə və halsızlaşma səhnəsini yaradır. Amma bu bilirik ki, hər dəfə eyni bir şeyi, psixoloji durumu təkrarlanan insanlarda sonradan onlar bioloji və tibbi xəstəliyə çevrilirlər. Və bunu dünya statistikası araşdırdı və bir daha əmin oldu ki, bayılmaları özündən edən övladlar və analar sonradan doğrudan da özündən getmə və bayılmalara yoluxdular və tibbi tərəfdən bioloji bunları gerçək həyatda yaşadılar. Baxın, bunları uygulayanlar var. Uşaqlar sadəcə qorxusundan bir şkafın, köşənin arxasında, divan arxasında gizlənərək, sadəcə qulaqlarını tutub, qışqıraraq, bağıraraq bunu eşitməyim
öldüm deyə qorxu ilə böyüyənlər var. Bu nədir? Bu insanın birbaşa həmin anda qorxunun, panikanın ona verdiyi duyğulardan danışmayaq. Onun birbaşa həyatda, gələcəkdə artıq özünü təsdiq və təsbitinin ümumiyyətlə olmamasıdır. Özgüvənin tamamilə darmadağın olmasıdır. Bir insan kimi gələcəkdə kimliyini və mənlik konsepsiyası deyilir psixologiyada buna. Ümumiyyətlə onu başqalarına ifadə etməkdən məhrumiyyətdir bu. Bu insanlar içərisində sabah özgüvənli gəzməsidir, özünü güvənli hiss etməsidir ki, gələcəkdə evlənməkdən qorxuya doğru getməkdir bu. Bu düşünəcək ki, mən də sabah evlənəcəm, mən də bəlkə sabah elə anama, məsələn, gələcək həyat yoldaşıma, mən də atam kimi ola bilərəm. Çünki atadır, bu irsi keçid də ola bilər. Bilirsiniz nə qədər insanlar var ki, deyir mənim atamda bu formalar olub, mən evlənməkdən bugün qorxuram. Çünki bu irsi genetik yolla sirayət psixoloji edir həyatına. bir neçə pozuntu var ki, birbaşa genetik yolla keçir və onlar ona meyillidirlər və bu da məndə ola bilər. Çünki atam 40-larda, 50-lərdədir yaşı, amma mənim bugün 30-dur. Ola bilər 10 ildən sonra mən elə ola bilərəm. O səhnəni mən də gələcək həyat yoldaşıma yaşada bilərəm. Bəlkə ona görə də mən qorxuram və ailə qurmaq istəmirəm deyənlər var. Baxın, onu görən qızlar gələcəkdə ailə həyatı qurmur, anasını o formada görənlər. Düşünür ki, sabah mən də ailə həyatı quracam və hansısa bir bəy anama uyguladığı şiddəti mənə uygulayacaq. Onlar elə düşünürlər. Çünki evdə görünən görüntü və tablo övladlarımızda bir cəmiyyətdir. Onlar onu elə bilirlər. Cəmiyyət budur, gedişat budur. Dünyanın ümumiyyətlə də insanların bir-birinə rəftarı və münasibəti məhz bu tablo içərisindədir. Başqa dünya təsəvvür etmirlər. Və gələcəkdə baxın insanların, elə biz deyirik bugün ki, niyə ailə qurmaqdan gənclər imtina verir? Bax, bunlar çox böyük təsir edirlər. İnsanlarda artıq indi statistikaya baxıram bu yaxınlarda artıq ailə qurmaların sayı 2 dəfə tam olaraq azalıb. Göstəricilər. Boşanma artıb deyəsən, bəli, səfər boşanmalar artır və evlənmələr tamamilə demək olar ki, əvvəlki saylarda ötən illərdə baxanda göstərici 2 dəfə aşağıdır. Niyə? Bu da təbii ki, qohum evliliklərindən çıxan qərardan sonra da oldu. Bəli, əslində bu yaxşı bir nəticə. Əgər çox ona doğru doğru gedirsə, burada böyük bir xəstəliklərin, baxın, bir neçə ciddi, mən dediyim kimi, tibbi və bioloji, eyni zamanda psixi xəstəliklər var ki, genetik yolla keçir. Doğru. Və bunu təbii ki, insanlar dünyada bugün şizofreniya müalicəsi tapılmayan xəstəliklərdir. Autizm xəstəliyin özünü dünya belə bununla bacara bilmir. Və bununla doğulan övladlar çarəsi müalicəyə tabe olmayıb gözünün önündə və bilirsən ki, bunun gələcəyi ölümdür və bunun müalicəsi yoxdur. Bunu dünyaya gətirməyə, yəni nə qədər biz bu cəsarəti özümüzdə tapmalıyıq, niyə axı bunları buna yaşadaq deyə və bu və ya digər səbəblər təbii ki, təsir edir. Bu da bütün əslində bugün yaşanan yetkin insanların psixoloji problemlərin kökündə erkən dönəmlərdə yaşanan travma dayanır.